Abşeron rayonunda ailə münaqişəsi zəminində baş verən fiziki zorakılıq faktı məhkəməyə çıxarılıb. Hadisə yanvarın 12-sində Bakı-Şamaxı yolunun kənarındakı avtobus dayanacağında qeydə alınıb. 1992-ci il təvəllüdlü Bəhram həyat yoldaşı Dilbərə qarşı zorakılıq tətbiq edib. Səbəb tərəflər arasında yaranmış gərgin münasibətlər və övladlarla bağlı fikir ayrılığı olub. Məlumata görə hadisə Atyalı yaşayış masivindən keçən yolun kənarında baş verib. Bəhram ifadəsində özünü təqsirli bilib və bildirib ki, son vaxtlar ailədə mübahisələr artıb. Dilbər isə uşaqları götürərək valideynlərinin aşağı güzdəkdəki evinə gedib. Onun geri qayıtması ilə bağlı dəfələrlə müraciət etsə də nəticə olmayıb. Hadisə günü o həyat yoldaşı və uşaqlarına yaxınlaşaraq qızı ilə görüşmək istəyib, lakin Dilbər buna mane olub. Nəticədə əsəbləşən Bəhram onun ağız nahiyəsinə bir dəfə vuraraq kənara itələyib və daha sonra mübahisəni böyütməmək üçün oradan uzaqlaşıb. Sonradan isə həyat yoldaşının ondan polisə şikayət etdiyini öyrənib. Abşeron rayon məhkəməsi tərəflərin bağışlamasını və zərər çəkmişin şikayətini geri götürməsini nəzərə alaraq Bəhramı cinayət məsuliyyətindən azad edib, peşə xitam verib.